Deyirlər İmam Zamanın 313 nəfər adam olmalıdır ki, zuhur eləsin. Bu 313 nəfərə nə ehtiyac var? Həmin İmam Zaman elə həmin o qüdrətə də sahibdir, mənəvi qüdrətə, həmin o gücə. Məsələyə bir qədər dərin baxmağınızı istəyirəm. Əgər insanlar arasında Həmzə və Cəfər varsa, bu iki nəfər, onlar axı, məsələn, deyə bilərsiniz ki, Malik var idi, Salman var idi. Bu Həmzə və Cəfərin nüfuzu Bəni Haşimdən idilər, nüfuzu, hörmətləri xüsusi idi insanlar arasında. İki nəfər bəs eləyirmi? İki nəfərlə nə dəyişəcəkdir? Bilirsiniz, bu iki nəfər zirvədir. Hər bir zirvənin ətəyi də var. İki nəfər seçilmiş, seçkin nüfus sahibi olan insan varsa yanında, bu onlarla insan deməkdir. İki nəfərdən söhbət getmir. 313 nəfər İmam Zaman ağanın yanında adam varsa, 313 dənə zirvə deməkdir.